Prezidentin Çinə səfəri çərçivəsində artıq qeyd etdik, çox önəmli 21 Azərbaycan-Çin sənədi imzalanıb. Dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalayıblar. Həm bunlar barədə, həm də səfər çərçivəsində daha nələr reallaşdırılıb, İbrahim Kamiloğlu məlumat verəcək, eşidək. Salam, hər vaxtın xeyirnigar. Bəli, bugün dövlət başçılarının proqramları çox geniş oldu, əhatəli oldu, müəyyən sənədlər imzalandı, görüşlər, müzakirələr oldu. Sizin qeyd etdiyiniz tədbirlərdən sonra isə Prezident İlham Əliyev və Çin sədri Xi Jinping hərtərəfli əməkdaşlıq haqqında birgə bəyannaməni imzaladılar. Bu bəyannamə ilə dövlətlər bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır. Azərbaycan Çinin ərazi bütövlüyünü tanıyır. Tayvanın istənilən şəkildə müstəqilliyinə qarşıdır. Çin də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın hazırki sülh danışıqlarındakı rolunu dəstəkləyir. Sülh danışıqlarındakı Azərbaycanın mövqeyini dəstəkləyir. Bundan başqa humanitar, təhsil, mədəniyyət, elm sahəsində əməkdaşlığın daha da irəliyə aparılması, bununla bağlı müzakirələrin aparılması, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın, ticarət, iqtisadiyyat sahəsində əməkdaşlığın daha da irəliyə aparılması ilə bağlı burada bəndlər öz əksini tapıb ümumi 18 bənddən ibarətdir. Bundan əlavə nazirlər də bir neçə sənəd imzaladılar. Azərbaycan nazirləri Çinli dövlət rəsmiləri ilə sənədlər imzaladılar. Bura ən əhəmiyyətlərindən qeyd edərdim ki, vizasız gediş-gəlişlə bağlı olan sazişdir ki, ümumi vətəndaş pasportuna malik olan Azərbaycan vətəndaşları Çinə, Çin vətəndaşları da Azərbaycana vizasız gedib gələ bilsinlər. Bununla bağlı saziş imzalandı. Mina təmizləmə sahəsində əməkdaşlıqla bağlı, humanitar əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalandı. Təhsil, elmlə bağlı anlaşma memorandumları, eləcə də bərpa olunan, həmçinin bu imzalanan sənədlər, ümumi imzalanan sənədlər arasında bərpa olunan və alternativ enerjidən istifadə ilə bağlı birgə əməkdaşlıqla bağlı bəndlər öz yerini tuturdu. Bundan əlavə Prezident İlham Əliyev daha sonra Çinin Dövlət Şurasının baş naziri ilə görüşdü. Bu görüşdə də iki dövlət arasındakı münasibətlərə toxunuldu. Bildirildi ki, ötən ildən bu il ərzində son bir ildə strateji əməkdaşlıq, tərəfdaşlıq daha doğrusu, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ümumi əmtəə dövriyyəsi son bir ildə 20% artıb. İki ölkə arasında son 3 ayda isə 40% artım burada qeydə alınıb. Bundan başqa dövlət başçısı Ümumçin Xalq Yığıncağı Daimi Komitəsinin sədri ilə görüşdü. Burada da xalqlar arasındakı, dövlətlər arasındakı daha doğrusu münasibətlərə toxunuldu. İqtisadi, ticari münasibətlərin inkişafından danışıldı. Daha sonra isə dövlət başçısı Çinin xalq qəhrəmanları abidəsini ziyarət etdi. Burada dövlət başçısının şərəfinə fəxri qaravul düzülmüşdü, dövlət himni səsləndirildi və dövlət başçısı xalq qəhrəmanları abidəsinin önünə əkgül qoydu. Bizdən çatdıracaqlarımız bu qədər. Əgər yeni hər hansı bir məlumatlar olarsa da bunu sizə çatdırmağa çalışacağıq. Buyurun, söz sizdədir. İbrahimə təşəkkürlər. Bəli, İbrahim Prezidentin Çinə səfəri haqqında ən son və dolğun məlumatları təqdim etdi.